Xəyalə hələ komadan ayın. Vəziyyətində də hələ dəyişiklik yoxdur. Mənə bax hələ həkimlərin nəzarətində qalmalıdır. Ümid, nənlər sən məktəbdə gözləyirdim. Sənə bir sözüm var. Danışmaq istəyirdim sənə. Aydar, bu Rafiq kimdir, nəçidir? Rafiq bir tikinti şirkəti var, onun yiyəsidir, sahibi. Çox əclaf və murdar adamdır, üzr istəyirəm. Yaxşı, bunlar anı? Cavadı deyirsən. Yox, cavadı bilirəm. Bu xalam oğlu Tulla. Buralıqdaydı, yəqin marketə gedədir. Bu xalam oğlun yanında danışanda biraz ehtiyatlı olun ha. Yadında mənə buket gəlmişdi. Elə ilk mübahisəmiz də onun üstündə oldu. Rafiq göndərmişdi həmin buketi. Kamranın ad günündə öyrəndim. Sənin bu gədələrin ümidi yoldan çıxarıblar. Uşaq təmiz pozulub. Qonşular deyir ki, evə gec gəlir. Müəllimlər deyir ki, məktəbə gəlmir. Hirsim sənin üstünə ətrafımda olmalı. Təpə Qədirə də bağıldıq edirdim. Arzunun xəstəliyinə də baxıldıq edirdim. Niye onlarda her şey var? Bende yoktu. Niye? Sən bizə əsəbisən. Hə. Nə məsələdir? Günorta dədəyin elədiyi bir söhbət etsin. Çaqqol. Sən bizə qulaq asırsan, hə? Sən düdüyün nəfəsini kəsərəm səni. Salam ver. Ola. Sən nə sırtıq adamsan. Sənə keçən dəfə demədim ki, bu məhəllədə bir də səni görməyib. Nəyə gəlmirsən? Əmi, biraz özümə ələ al, səbirli ol. Səninlə söhbət eləməyə gəlmişim. Sən məndən nə söhbət eləyə bilərsən? Yəni, məsələ ümid məsələsidir. Nə oldu bu ümidə? Xəyalə Cəfərova hal-hazırda komadadır. Xəstəxanamıza gətiriləndən dərhal sonra stabilizasiya olundu. Kəllə beyin travması var. Həmçinin qeyd edeyim ki, bədənin müxtəlif nahiyələrində ağır zədələri də var. Hazırda neyroloji müayinələri və daxili orqanları yoxlanılır. Ayılacaq Xəyalə. Ümumiyyətlə ayılmağına bir ümid var. Xanım, mən
hazırda bir şey deyə bilmərəm sizə bu haqda. Çünki müayinələr davam eləyir. Dəqiq diaqnoz qoyulmuyor belə. Həkim xanım, bəlkə 5 dəqiqə baş çəkəyəm, ayaq üstə olacaq. Xeyr, çox təəssüf, indi mümkün deyil. Çünki xəstəmiz hazırda reanimasiyadadır. Ayağı özün külmə. Bu kızın başına gelenler neydi axı? Doktor, düzünü deyin, bu komadan çıxanlar əvvəlki vəziyyət nə olurlar? Zədənin dərəcəsindən asılıdır, amma çalışacağıq. Əlimizdən gələn hər şey eləyək ki, xəstəniz yaxşı olsun. Ata səhər tezdən hara belə? Bir iki işim var mənim. Bu gün sən məktəbə gedəcəksən? Hə, gedəcəm. Bəs xəstəxanaya necə? Xəstəxanaya da gedəcəm, amma məktəbdə biraz işim var. Eldar da gəlsin, birlikdə gedəcəyik. Yaxşı, onda işinizi bitirəndə mənə zəng eləyin, bir yerdə gedək. Yaxşı, xəbər eləyərəm. Sağ ol. Sağ ol. Gözəl bacım. Ne olur? Tez sağ. Senden başka hiç kimim yoktu. Sənə nəsə olsa, həm də yaşamağımın bir mənası yoxdur. Başıma gələnlərə sənə görə dözürdüm. İndi mənim son ümidim sensin. Ne olur? Tez sağal hayali. Bağışlama.
Aza, adnaklaşnikim var. Nədir adına klassik vaxtıdır? Hansı dövrdə yaşayırsan sən? Ha, ne danışsan, ne var orada var da. Bu bilərlə nə var ki? Ne istəsən buradadır. Qəribə sən, səndir. Ulağa, siz şeydən danışın. Balığa gelmişdik axı biz. Aha. Qarabağ kanalına. Neyse getdik. Böyle qarmağı attım. Attım, gelmir. Dartdım, ölüm olmuş. Dadaşam ildə bizdən idi axı. Dadaşamın çağırdım, qurban geldi. Şahin dedi, ay yox. Neyse bir təhər kömək elədilər, dartdım. Ne çıxsa yaxşı. Nə? Bu boyda nərə? Nərə? Nərə dedim sənə. Bilsən nə nərə? İnan ki, hələ gənə də yığacaqdım. Bildin də bundan da naxadı zəng elədi ki, hardasan dur gəl. Qoymadı, imkan vermədi. Yoxsa gül kimi nərəyi də təsəvvür edirsən. Bildim. Bax belə, zəng elədi ondan sonra da arada tutmaq olar, çıxdım mən də gəldim. Salam əleykum. Rafik mənim yerindədir. Rafik müəllim burada da mı hazırda qonağı var? Mən əyləşim, indi deyəcək sizi qəbul edəcək. Siz nə işlə məşğulsunuz? Niyə sən məşğulsunuz? Qızım çox gözləyəcəm. İndi məşğuldur, mən sizə xəbər eləyəcəm. Nə bilim, xalam abi. Götürmürəm də mənim də sevgi. Nə bilim, alım. Mənim o yaşımda öyle axı mənə əl atır. Bir qoy sən özünü dinən də qardaşım. Düz eləyir bu. Sən özün bilsən axı. Bilsən xətrini çox istəyir. Biraz sənə əl atsa da, dünyalar qədər xətrini çox istəyir. Sadəcə o, sən dilvi yerdə olursan. Axır vaxtda gicliysən. Hoş gördük Cavad. Salam xalama oğlu. Hoş gördük. Sən necəsən? Ay salam dedik. Hoş gördük. Hoş gördük. Əyləş. Necə gedir işlər? Şükür. Yavaş. Sizdən alamıyaq. Yaxşılıq şükür. Neyiniz? Danışın görək. Nə xəbərlər bu? Əla. O sizə dediyim oyunçu ilə danışdım. Vəzirlə. Oynamağa razıdır. Əgər siz də razısınızsa, pulu hazırlayın, Ümidə də xəbər verin, oyunu təşkil etmiş. Biz hazırıq. Ümitlə də danışarıq o. Amma oyunçunun şərti var. 2 oyuncu oynayır. Ona görə də hər ehtimala qarşı siz riski nəzərə alıb 100.000 manat hazırlamalısınız. Təzə çıxdı bir söhbət. Bilmirəm, mənə belə dedi. Fikirləşin, qərar verin. Bir də zarafat deyir ha, ortada bu boyda məbləğ var. Siz Ümidə zəmanət verirsiniz. Zəmanət deyəndə ki, bir güclü oyuncudur. Özün də oynamısan da, görmüsən. Ona görə bu əsas məsələ məbləğdir. Mən 1-2 gün vaxt ver, götür qoy eləyək. Mən sənə cavab deyərəm. Çünki 100.000 az pul deyil. Əlbəttə ki. Ciddi məbləğdir. Cavad, 100.000'in öz faizi var. Yəni bunu nəzərə alarsınız. Alarım. Əla. Sənətdən Rafiq əlimə verərsiz. Aha. Müəllim, icazə Müəllim olmaz ora. Olmaz ora. Olar. Bırak beni. Sen necə olur? Olmaz, keç be. Necə olur? Olar. Başa düşmədim, bu müəllim. nə mədəniyyətsizlikdir? Ben ne medeniyet? Məcbur keçdi. Yaxşı, bıraq gəlsin, görün müəllimin nə sözü var. Mən Sevincin atasıyam. Gəlmişəm səninlə söhbət edeyim. Bilirsən, mən kimyacıyam. Kimyada belə bir qanun var. Hər bir təsirin bir reaksiyası olur. Bir maddə başqa bir maddəyə toxunanda
onun izi qalır. Bax, insan da belədir. Bəzən insanın daxilində yığılıb qalmış, illərlə yığılıb qalmış zəhər bir gün partlayır və insanın özünü və hər şeyini məhv edir. Sən də beləsən. Mən səni birinci dəfədir görürəm, mən səni heç vaxt görüşməmişəm. Amma çox eşitmişdim ki, sən fironluq edirsən. Onu bil ki, karma deyilən bir şey var həyatda. Sənin elədiyin bu əməllər, pisliklər bir gün sənin özünə çatacaq. Əgər sənin özünə çatmasa belə, övladlarından görəcəksən. Mən belə görürəm ki, sən heç ata olmağın nə olduğunu da bilmirsən. Övladı böyüdürsən, boya başa çatdırırsan, onun hər bir əzabına, əziyyətinə dözürsən. Axırda sənin kimi fironluq eləyən biri gəlib, onun həyatını alt-üst eləyir. Müəllim, elə deyil. Kəs səsini! Bayaqdan mən səninlə mədəni danışırdım, başqa cür danışırdım. Ancaq indi saman başqa cür danışacağım. Əgər sənin vicdanın varsa, elədiyin əməlləri qoy qabağına fikirləş gör, nələr eləyirsən. Vicdanın yoxdursa, mən bilmirəm vicdansız adama nə deyim. Mən sənin yerində olsaydım, papağımı qoyardım qabağıma, yaxşı-yaxşı fikirləşərdim. Əgər o papaq səndə varsa, kişi ol, hə? Gəlin keçin, xoş gəlmişsiniz. Bax, bu bizim mətbəximizdir. Xudmani. Bax. Pəncərəsi, işıqlı, xudmani, stolu. İndi özünüz bilərsiniz də, o şeyə görə savaları necə istəyirsiniz görməyi. Ancaq mənə elə ləzzət eləyir bu işıqlı olduğuna görə. Gəlin. Bax, bu da bizim qonaq otağımız. Kameni var. Həm odunla işləyir, qardaşım, həm də qazla işləyir. İndi əsl Dede Baba yurdudur da, 2 daş tikilmiş evdir. İndi doğrudan dosta qardaşa qismət olmalı evdir ya. İndi gəl burada baxaq. Biraz çetin açılır bu qapılar, biraz şişir. Bu bizim yataq otağıdır. Orada da kamen var ha. Orada da kamen var. Yani qışda rahat özünüz üçün. Gel. Bu bizim uşaq otağıdır. Gəlin. Bax, uşaq otağı özü də genişdir. Yəni uşaqlar üçün də olsa genişdir. Bu da ki, ancaq var, əl işidir. Lazım olsa sonra bu barədə söhbət eləyərik. Gəlin bir dənə sizə. Bax, bu ikinci yataq otağıdır burada. Xudmani, valasa. Baxın da, özünüz rahat baxın. Pəncərəsi də var. Bir də gəlin bura. Bax, hamamı, sanuzeli. Ne istəyir? Deyir ki, kör ne istəyir? Bir şey göz, biri əyri, biri düz. Əsl yaşamaq üçün övdür də. Bayaq da deyim ki, əsl dosta qardaşa qismət olmalıydı. Prosta vəziyyətimiz budur. Bax, həyətə də çıxaq. Bax, gəl. Yağış da yağır. Necədir? Xoşunuza gəldi? Evin biraz təmirə ehtiyacı var. Amma yeri yaxşı yerdir. Əlbəttə yaxşı yerdir. Mən sənə deyim ki, birincisi qonşularımız əla, yer əla. Özü də ki, ondan artıq mənə elə gəlir yaxşı ev. Bəli, yaxşı yerdədir. Amma sadəcə olaraq qiymətin baha versənə. Olmadı, danışmışıq axı. Mən bu evi qiymətindən də aşağı verirəm. Əl yandıda yox, ona görə. Danışıb biraz da qiymət aşağı sala bilərik. Olmadı ki. Yaxşı, gəl belə danışaq. Əgər müştəri beh verirsə, nə vaxt evi boşaldıb sata bilərsiniz? Bax, bu başqa məsələ. Mən elə gəl 1-2 həftəyə, bəlkə də biraz tez. Əlimizdə biraz işimiz var, o düzəlsə biraz da tez. İnşallah. Necədir? Əla. Deyirəm, bəlkə bəhləşək.
Böyle şeydir. Ha? Aha. Allah hayır versin. Yorulmayasınız. Neymişsən xalam oğlu? Etsin. Deyəsən incimisən axı qardaşımdan. Yox, nə etsin? Dəqiq. Sənin qardaşın bilsən də necə çox istəyir. Hı? Yəni, Sən səbirsizlik eləyirsən, xalam oğlu. Düz yanaşmırsan məsələyə. Biz Ümidi tanıdığımız gündən Ümidə arxadayaq olmuşuq. Ümidin cibinə pul olmuşuq. Qoymamışıq o əzilsin, çətinlik görsün. Bizim Ümidə nə pisliyimiz deyib ki? gəl belə danışaq Allah xalam. Aha. Məsələ pislikdən deyil ki. Bax, Ümidi qumara qurşandırmışsınız. Dədə evinin dalına keçmək istəyir. Dədənin tapşırığı ilə uşağı döydürdünüz. Bax, indi özün dinə. Bu nə qədər düzdür? İndi deyim sənə. Deyim. Əvvəla Ümidin evi köhnə evdir. Lap təzə evdə olsa, onun bizə aidiyyəti yoxdur. Ümidlə dədə qohumdular. O ailə məsələsidir. Biz olsaq da, olmasaq da dədə o evin arxasından keçəcəkdi. O şey qaldı qumar məsələsinə. Biz Ümidi qumara qurşandırmamışıq. Qumar oynayan sənsən, mənəm. Biz Ümidə öz ayaqları üstündə dayana bilsin deyə cib xərcliyi vermişik. Ümidin ayaqları üstündə durmaq üçün, özünü bir şəxsiyyət kimi hiss eləmək üçün cib xərcliyini veririk ki, onu utandırmaya. Başa düşürsən, qardaşım? Lazım olar Ümidə evdə alarıq. Deyirsən, dərsindən soğutmuşuq. Lazım olar Ümidi lap elə xaricdə oxudarıq. Lazım olar Ümidi dünya çempionatına göndərərik. Ümidə pul qazandırarıq, Ümid gedər təzə ev alar özünə. Bizim Ümidə nə pisliyimiz deyib ki? Nə bilim, xalam oldu. Düzdür də bu. Mən nə bilim, mən götürmürəm. Düzdür. Hər şeyə görə sıxılırsan. Çay içək? Ay yox, çay bezdirir, görəcək buradadır. İstəyirəm bazara gedim, bibiyə deyim. Dedim də mən, nə bilim. Gəl bu dəfə fərqli çay içək, limonlu çay. Yaxşımız. Heç nə dostlar. Gəldiyinizə görə minnətdaram. Gedin, sabah gələrsiniz. Sağ ol. İşte mən də gedim sualım özüm üçün. Ürəyiniz nəsə istəyir? Çox sağ ol. Nəsə istəyirsən? İşte, gəlirəm biraz. Xəyaliyə nəsə olsa mən neyniyəcəm? Günah elə özümdə deyə. Gərək xəyaləni tək buraxmazdım. Hər addımını izləyərdim. Xalamda günahkar çıxartdım. Elə günah elə özümdədir. Ümid, sakit ol. Xayla da sağ olacaq. Ona inan. Xalan da incitmə. Onun heç bir günahı yox. Özünü də günahlandırma. Bu taledir. Xayla sağolub hər şey yaxşı olacaq. Ürəyindəki narahatçılığı bırax. Rahat ol.
Salam Səməndər. Salam. Hoş göreyim. Necəsən, nə var, nə yok? Belədir, gördüyünüz kimi. Bacının vəziyyəti necədir? Hələ ki, eyni vəziyyətdədir. Həkimlər dedi, gözləmək lazım. Narahat olma. İnşallah yaxşı olar. İnşallah. Ümid, düşünürəm ki, bəlkə də heç yeri deyil, amma bilirsən, bacın sağalacaq, tezliklə sağalacaq inşallah. Amma sənin özünün də bir sınağın var bu həyatda. Bu sınaq sənin gələcəyini, gələcək həyatını müəyyən edə bilər. Nə sınaqdır ki? Şahmat. Bilirsən, sən beynəlxalq səviyyəli yarışlara getməlisən. Sən bunlara layiqsən, Ümid. Düşünürəm ki, sən o yarışlara hazırlaşmalısan. Bilmirəm, Səməndərəm. Bilmirəm. İndi o hayda deyiləm. İndi xəyali sağalsın. Narahat olma, inşallah sağalacaq. Mən başa düşürəm, bacının məsuliyyəti sənin üzərindədir. Təbii, belə də olmalıdır. Amma sənin öz məsuliyyətin də var. Başa düşürsən? Düşünürəm ki, bu şansı sən əldən buraxmamalısan. Sən gəl mənə inan. Sən doğrudan seçilmiş insansan. Mən bu sözləri elə belə demirəm. Deyirəm, bəlkə gedək federasiyaya. Oradakı məşqçilər sənə baxsınlar, sənin oyununu izləsinlər. Onlar səni gözləyirlər. Söz vermirəm, Səməndərəm. Xəyali sağalsın, sonra gedərik. Ümid atam düz deyir. Şahmat sənin taleyinə yazılıb. Sən ondan qaça bilərsən. Amma ömrünün hansısa məqamında yenə gəlib sənin qabağına çıxacaq. Qanın qaradır. Ümidə görə də həm onun bu halına ürəyim yanır, həm də ümumiyyətcə taleyinə. Nə yaşı var ki, bu yaşında başından bəla əski olmur. İnandırım sənin, mən də onun halına çox pis oluram. Kaş bacısı tez ayağa qalxardı. Ümid də əlaçı, çalışqan şagird kimi məktəbə qayıdardı. Bilirəm, bəlkə də yeri deyil. Amma bunu başqa vaxtda da saxlaya bilmirəm. Bu nədir? Bu, belə deyim də, xətalarımın kompensasiyasıdır. Ümid eləyirəm bu dəfə geri qaytarmazsan. Gəl bu üzük bizim sevgimizin, barışığımızın simvolu olsun. Çox sağ ol. Qəşəngdir. Əsil mən istəyən kimi. Sağ ol. Minimalist və sadə. Hə, eşidirəm. Necəsən?
Yaxşıyam, nə olub ki? Heç. Elə belə dedim keyfli soruşum da. Olmaz? Qəribədir. Heç vaxt məndən keyfimi xəbər almamısan. Sağ ol, sən necəsən? Nə bilim, heç özüm bilirəm ki. Hardasan sən indi? Heç nata, xəstəxanadayam. Sinif yoldaşım Ümidin bacısı bura düşüb. Ona baş çəkməyə gəlmişik. O şahmatçı oğlan, Ümid. Nə vaxt gəlsən evə? Dəqiqəyə sənə 100% nəsə olub. Ya da içkilisən. Köpək oğlu. Bu nə danışıqda atonla danışırsan? İçkili zad deyirəm, ofisdəyəm. Bir ata kimi səninlə maraqlanıram da. Belə deyil. Qayıqkeşlik damarını tutub deyəsən. Mən indi sinif yoldaşlarımla bir yerdəyəm. Sonra zəngləşərik. Ya da axşam evdə söhbət eləyərik. Mən elə belə soyuq danışığa layiqəm. Nadir. Əli Rəhmən. Səncə mən yaxşı adamam? Bu nə sualdır verirsin Rəhmən? Nəyə görə soruşursun? Heç nə. Bilmək istəyirəm də görüm adamlar mənim haqqımda nə fikirləşirlər. Kənardan necə biriyəm. Yaxşı, sualı başqa cür verim sənə. Səncə mən pis adamam? Rəhmən, bu nə sualdır verirsin? Siz boş adamsınız. Sən mi deyilsən, Nadir? Niyə? Sən mi deyilsən? Yaxşı, nəysə, gedə bilərsən. Rəhmən, siz belə hər şeyi ürəyinizə sarsınız. Qəti narahat olmayın, həqiqətən də siz belə adamsınız. Bir də Rəhmən, bir balaca sıxıntı var. 500 manat pul lazım təşkil eləmək var. Axşam yadıma salarsan, həll edərik. Oldu, çox sağ ol. Öpürəm, belə şeylərdə qəti ürəyinizi almayın. Çox sağ olun. Kim gəlir? Xəyalə Cəfərova müayinə olundu, dəqiq diaqnozları qoyuldu. Böyükləri olaraq sizə məlumat verməliyəm. Zəhmət olmasa içəri keçə bilərik? Olar mən də gəlim. Sən zəhmət olmasa biraz gözlə, sənə məlumat veriləcək. Yox, mən ən yaxın adamıyam axı bacımı. Bilirəm, biraz səbirli ol, sənə məlumat verəcəklər. Heç bilmirəm nədən başlayım, necə deyim düzü. Amma necə var elə də deyəcəm. Xəyalə Cəfərovanın müayinələri tam olaraq bitib. Amma çox təəssüf ki, nəticələr heç də ürək açan deyil. Xəyalə Cəfərovanın ümumi vəziyyəti ağır olaraq qalır. Kələbəyin travması alır. Onurğa sütununda isə vertebra sünuğu müşahidə olunur. Bu zədələr onun gələcəkdə yeriməsinə, hərəkət etməsinə ciddi təsir göstərə bilər açığı. Zərbənin təsiri nəticəsində ağciyərində də ciddi zədələr var. Ağciyər kontuziyası və plevral boşluqda qan toplanması yaranır. Bu da xəstənin nəfəs almasını çətinləşdirir. Bütün bunları nəzərə alaraq sizə demək istəyirəm ki, Xəyalə Cəfərovanın ayağa qalxması, tam sağalması üçün təcili kompleks əməliyyata ehtiyacı var. Amma onu da deməliyəm ki, bu əməliyyat çox risklidir.
Bunu da nəzərə almaq lazımdır. Doktor, o dediğiniz əməliyyatdan sonra xəyalən tam sağalmasına zəmanət var. Xanım, biz əlimizdən gələni eləyəcəyik ki, xəstəmiz çox yaxşı olsun. Amma onu da demək istəyirəm ki, tam zəmanət verə bilmərik. Onun ayağa qalxmasına, tam sağalmasına. Amma yenə də əlimizdən gələni yenə deyirəm, eləyəcəyik ki, xəstəmiz daha yaxşı olsun. Doktor, həkim, bu əməliyyat üçün alğı pul lazımdır. Nə oldu bu Ümidə? Belə narahat olmayın. Belə salamatçılıqdır. Sadəcə mən uca bacarmıram. Mən uca əlimdən gələni eləyirəm, görürəm alınmır. Bir ağlamda dədəgilin söhbətini eşitdim uşaqlarla ki, bəs Ümidin evini əlindən almaq istəyirlər. Əhmədən mən bacarmıram. Gəldim sizin yanınıza ki, siz məhkəmə eləyəsiniz. Evini əlindən almaq istəyirlər. Bəlkə oturaq bir dənə söhbət eləyək. Ay alçaqlar. Hekim dedi ki, yenə öldürülür. Çox. Deyirəm, evi sataq, əməliyyat üçün də pul olsun, bir zaafda pul qalar da. Həyat həmişə gözlənilmədən zərbə vurur insana. Heç vaxt qabaqçadan xəbərdarlıq eləmir ki, sən o bəlaya hazırlaşasan. Sevgi qorxu hissini dəf eləyir. Səni sevməsəydim qəzəbindən qorxardım. Yaxşı ki, səni sevdim. Qədirlə Arzu sağ olsaydı, evin uşaqlarımla vəziyyətini görüb, bizim heç üzümüzə baxmazdılar. Ağıllarla oynuyorsunuz yoksa qaralarla? Bu dəfə qaralarla. Etibar mənim, biz bütün 11-lərdən pulu yığdıq. Buyurun. Pul yığmışsınız. Kamran, Ümidin bu dəqiqə daha çox mənəvi dəstəyə ehtiyacı var. Siz cavan uşaqlarsınız, işləmirsiniz, eləmirsiniz. Hardan yığmışsınız bunu? Kimdən yığmışsınız? Bildim Etibar mənim, amma biz könüllü bunu yığmışıq. Fikirləşdik ki, hardasa olsa Ümidə kömək, yardımı dəyərdə də deyil. Amma bir məsələ vardı Etibar mənim. Nə məsələ? Ümid bu pulu götürməyəcək. Hə, Ümid, hazırsan? Hazırım. Cavad, oyundan qabaq bəzi əmanəti görməlidir. Hə, adətimiz belədir. Bu bizim 100 minimiz.